Salam dəyərli izləyicilər, hər birinizə xoş gördük. Bu videoda sizlərlə ibtidai sinif ixtisası üzrə zaman, vaxt məsələləri bölməsindən 20 suallıq sınağın izahını verəcəm. Zaman məsələləri üzrə bütün növ sual tiplərini əhatə etmişəm. Siz də mənimlə paralel şəkildə bu 20 suallıq sınağı canlı şəkildə işləyə bilərsiniz. Belə ki, videonu saxlayırsınız, sualı görən zaman sualın doğru cavabını tapırsınız. Sonra mənim izahımla doğru yoxsa yanlış yazdığınızı müəyyən edə biləcəksiniz. Burada hər növ sual var. Yəni çalışın bütün tipləri detallı şəkildə mənimsəyəsiniz, çünki imtahanlarda bu tipli suallardan istifadə olunur. Videomuzu bəyənməyi və ətrafınızda olan digər insanlarla da paylaşmağı unutmursunuz dostlar. Vaxt itirməyək, biz izahlara başlayaq. Birinci sualımız: Sutkanın keçən vaxtı qalan vaxtının 6 saat çoxdur. İndi saat neçədir? Bir stükanımız 24 saatdan ibarətdir. Keçən vaxt bərabərdir, qalan vaxt bərabərdir. Bu şəkildə yazıram. Deyir, stükanın keçən vaxtı qalan vaxtından 6 saat çoxdur. Hansı çoxdur? Keçən vaxt çoxdur. Onda qalan vaxta bir x desəm, keçən vaxt olacaq x üstə gələk 6. Yəni bunu şərtdə qeyd edir ki, keçən vaxt daha çox idi. İndi dostlar, bunu biləndən sonra mən bilirəm ki, bu ikisinin cəmi 24-ə bərabərdir. Yəni keçən vaxtdan qalan vaxtı toplayanda 24 saat alıram. Toplasam x ilə x edər 2x üstə gəl 6 bərabərdir 24-ə. Buradan da 2x bərabərdir 24-dən 6 çıxanda 18 qalacaq. X də bərabərdir 18-i 2-yə böləndə düşəcək 9. X nəyin qiymətidir? Stükanın qalan vaxtının. Yəni x oldu 9. Keçən vaxt nə qədərdir? X üstə gəl 6. Yəni 9-un üstə 6 gələcəm olacaq 15. İndi müəllim olaraq bir şey də bilməlisiniz ki, indiki saatı soruşanda keçən vaxt götürülür. Əminəm ki, bunu hər biriniz bilirsiniz. Ona görə sualın doğru cavabı D variantına uyğun gələcək. Doğrudan da yoxlaya bilərsiniz. Günorta saat 3 tamamdır. Yəni 15:00 olanda stükanın keçən vaxtı olur 15 saat. Çünki stüka gecə saat 12-dən sonra başlayır. Qalan vaxt nə qədərdir? 9 saat. 15 9-dan həqiqətən də 6 saat çox olur. İkinci sual. Stükanın keçən vaxtı qalan vaxtından 4 dəfə azdır. Stükanın keçən vaxtını tapın. Deməli, keçən vaxt var və qalan vaxt var. Bərabərdir. Stükanın keçən vaxtı azdır. Az olan hansıdır? Keçən vaxt. Keçən vaxtda bir x deyirəm. Yəni az olanı x demək daha əlverişlidir çox situasiyalarda. Deməli, qalan vaxt olacaq 4x. İstəsəniz qalan vaxtda məsələn x deyib digərini x bölək 4 kimi də yaza bilərdik. Yəni bu sizdən asılı, amma kəsirdən qaçmaq üçün bu daha çox tövsiyə olunur. İndi bunları toplasam, x ilə 4x edəcək 5x. Cəmi 24 saatdır axı bir stükanın uzunluğu. Buradan da x bərabərdir. 24 saatı bölmək lazımdır 5-ə. 24 saatı 5-ə yəqin ki, hamınız bölə bilirsiniz. 24-ü 5-ə böləndə düşəcək. Deməli, 4 dəfə 4 5-im 20. 24-dən 20 çıxanda qaldı 4. Yəni 4 saat bütöv düşür. 4 saatda qalıq qalır. Bəs bu 4 saatı 5-ə necə böləcəm? 4 saatı da dəqiqəyə çevirmək lazımdır. Yəni 4-ü vuracam 60, edəcək 240 dəqiqə. 240 dəqiqəmizi böləcəyik 5-ə. 240-ı 5-ə bölən düşür 48. Yəni doğru cavab olacaq 4 saat 48 dəqiqə. C variantı düzgün cavabdır. Çünki bizə nə lazım idi? Stükanın keçən vaxtını tap deyir. Keçən vaxtı mən x demişdim. Məsələn, saatı soruşsa saat olacaq 4:48. Yəni səhər saat 5-ə 12 dəqiqə qalır bu formada. Növbəti üçüncü suala baxırıq. Stükanın qalan vaxtı keçən vaxtının 20%-ni təşkil edir. Hazırda saat neçədir? Faiz bölməsidir, onluq kəsirdir. Bütün mövzularda bunların inteqrasiyası var. Yəni faizi falan normal səviyyədə bilməyiniz lazımdır. Qalan vaxt var və keçən vaxt var. Bu formada işarələyirəm. Stükanın qalan vaxtı keçən vaxtının 20%-ni təşkil edir. Yəni, keçən vaxt, məsələn, 100% olsa, qalan vaxt olar 20%. Dostlar, bunu hər dəfə belə faizlə yazmağa ehtiyac yoxdur. Ümumiyyətlə, bir ədəd o birisinin 20%-ni təşkil edirsə, məsələn, böyüyə bir x deyirsiniz, digər olacaq 0,2x. Yəni, rahat üsulu budur. Məsələn, stükanın qalan vaxtı keçən vaxtının 30%-ni təşkil edirsə, keçən vaxt, yəni böyük x deyirəm, digər olur 0,3x. Aydın, yəni bu daha rahatdır.
İndi bunların cəmi x ilə 0,2 x-i toplayanda edir 1,2 x və bilirəm ki, bu 24 saata bərabərdir. Buradan da x bərabərdir. 24-ü hamı 1,2-yə bölə bilər. Kalkulyatordan da istifadə edə bilərsiniz. Olacaq 20 saat. İndi x nəyə demişdim mən? Stükanın keçən vaxtına. Diqqət. Hazırda saat neçədir? Hazırda saat elə keçən vaxtı göstərir. Yəni 20 saat keçibsə 20:00-dır. Axşam 8 tamam. Düzgün cavab B variantıdır. Həqiqətən də yoxlaya bilərsiniz. Stükanın qalan vaxtı 24 saatdır da stüka 4 saatı qalıbsa, yəni 4 saat keçən vaxtının, yəni 20 saatın 20%-ni təşkil edir. 20 saatın 20% nədir? 20-ni 20-yə vurub 100-ə bölsəm 2 kimi 4, yəni sıfırlar silsəm 4 saatı alıram. Ona görə faiz bölməsi, onluq kəsir mütləq mükəmməl bilmək lazımdır. Yəni o bölmələr bütün bölmələrdə tətbiq oluna bilir inteqrasiya olaraq. Sual 4. Hazırda saat 7:00-dır. 145 saat sonra saat neçə olacaq? 24 saatdan bir sütka təkrarlanır. Məsələn, indi saat 7-dirsə, 24 saatdan sonra yenə 7 olacaq. Növbəti 24 saatdan sonra bir də 7 olacaq və s. Bunun üçün 145-i 24-ə bölmək lazımdır. 145-i 24-ə bölsəm düşəcək. Deməli, neçə dəfə düşür? 6 dəfə düşəcək. 6 vur 24, 144 edər. Yəni 6 sütka təkrarlanacaq. Sonra bizim əlavə bir qalığımız qalacaq, 1 saatımız. Sonra deyirsə, yəni gələcəyə doğru gedirik də. 7 tamamının üzərinə sadəcə və sadəcə 1 saatı gəlmək lazımdır. Düzgün cavabımız D variantına uyğun gəlir. Məsələn, qalıqda 3 alınsaydı 7-nin üzərinə 3 gələcəkdi və s. Sual 5. Eyni növ sualdır. Sadəcə burada əvvələ gedəcəyik. Eyni qayda üzrə dostlar, 256-nı 24-ə bölmək lazımdır. 256-nı 24-ə bölsəm, düşür 10 dəfə. 10 dənə 24-ümüz 240 edəcək. Qalıqda nə qalır? 256-dan 240 çıxanda 16 saat qalır. Yəni mənim 10 stuka ilə bir işim yoxdur. 10 stuka qabağa getdim. Sonra əlavə olaraq 16 saatda qabağa getmək lazımdır. İndi burada biraz düşünürsünüz dostlar, tələsmək olmaz. Saat 14:00-dır. 14:00-dan 16 saat əvvələ gedək. Məsələn, 1 saat əvvələ getsəniz 13 olacaq, 2 saat əvvələ getsəniz 12 olacaq və s. 14-dən 16 çıxmaq lazımdır bir növ. 14-dən 16 çıxanda -2 qalır. Yəni əvvəlki gündən 2 saat əvvələ gedəcəksiniz. Məntiqlə də düşünsək, saat 14:00-dan 14 saat qabağa getsəm, gecə saat 12 tamam olacaq. Bir 2 saat da ondan qabağa getsəm 22:00 olacaq. Yəni əvvəlki sutkanın 10 tamamı, gecə 10 tamamdır. Doğrudan da əvvəlki sutkanın 10 tamamından 16 saat sonraya gəlsəm, bu gün 14:00 olar. Sual 6. Hər 8 saatda 30 saniyə geri qalan saat bir həftə ərzində nə qədər geri qalar? Burada hər 8 saatda 30 saniyə geri qalır deyir. Növbəti 8 saatda yenə 30 saniyə geri qalacaq. Növbəti 8 saatda yenə 30 saniyə. Yəni 3 dənə 8 saatımız bizə verəcək 24 saat. 24 saat ərzində nə qədər geri qalacaq? 90 saniyə. Niyə 24 saata gətirdim? Çünki 24 saatımız bir gün edir. Yəni hər gün bu saat 90 saniyə geri qalır. Hər gün. Bəs bir həftə ərzində nə qədər geri qalır? Bir həftəmiz 7 gündür. 7-ni vuracam 90-a. Axı hər gün 90 saniyə geri qalırdı. 7 vurulsun 90 edir 630 saniyə. 630 saniyə də nəyə bərabərdir? 630 saniyə bərabərdir. 630-u böləcəm 60-a. Düşəcək 10 dəqiqə. 10 dəqiqəmiz, yəni 600 saniyədir. Yerdə də qalır 30 saniyə. 10 dəqiqə 30 saniyə. Düzgün cavabımız D variantına uyğun gələcək. Sual 7. Həftənin qalan hissəsi keçən hissəsindən 5 dəfə azdır. Hazırda həftənin hansı günü və saat neçədir? Dostlar, bu da eyni stuka məsələsi kimidir. Yəni həftə görən kimi özümüzü itirmək olmaz. Stuka məsələsində necə idi? Cəmi 24 saat idi. Həftədə də 7 gündür. Amma biz bu günü, 7 günü saata çevirməliyik. Hər günümüz 24 saatdan ibarətdirsə, 7-ni vurursunuz 24 edir 168 saat.
Bunu ümumi olaraq yadda saxlamaq da yaxşı olar. Yəni bir həftənin uzunluğu 168 saatdır. İndi həftədə də qalan və keçən hissə var. İndi bizə nə deyir? Həftənin qalan hissəsi keçən hissəsindən 5 dəfə azdır. Deməli, keçən hissə daha çoxdur. Onda qalan hissəyə bir x desəm, keçən hissə olacaq 5x. Bu şəkildə düşünə bilərik. X ilə 5x-i toplasam olacaq 6x. Bərabərdir 168 saata. İndi 168-i biz böləcəyik 6-ya. 168 bölünsün 6 bərabərdir 28 saat edəcək. Dostlar, bunu məntiqlə də düşünə bilərsiniz. Bir də bir məsələni qeyd etdim. Yəni Azərbaycanda həftə bazar ertəsi başlayır. Yəni bunu şərtdə verməyə ehtiyac yoxdur. İndi müxtəlif ölkələrdə müxtəlif cür ola bilər. Bəzi ölkələrdə yəni bazar günü də başlaya bilir. Bizdə yəni bazar ertəsi standart olaraq həftənin başlanğıc günüdür. Belə qəbul etmişik. Bazar günü də həftə bitir. İndi 168 saatdan cəmi 28 saatı qalıb. Bu 28 saat nə deməkdir? 28 saat özü bir gün 4 saat deməkdir. Yəni həftənin bitməsinə bir gün 4 saat qalıb. Hazırda həftənin hansı günüdür? O bir gün bazar günüdür. Deməli şənbə günü də bitməyinə 4 saat qalıb. Şənbə gününün bitməyinə 4 saat qalıbsa, deməli şənbə günü saat 8 tamamdır da axşam, yəni 20:00. Aydındır, doğru cavab C variantı. Mən tərs yanaşma etdim burada. Amma digər tərəfdən də yanaşa bilərsiniz ki, məsələn 28-i tapdıq. 28-i vurun 5-ə. Edir 140 saat. Aşağı hissəni silirəm. Yəni həftənin keçən hissəsi 140 saatdır. Bu 140 saatın özünü də bölün 24-ə. 140 bölünsün 24 bizə verir 5 gün 20 saat. Yəni sutkanın keçən hissəsi indiki vaxtı göstərdiyi kimi həftənin də keçən hissəsi indiki günü və saatı göstərir. Yəni biz keçən vaxtı tapdıq 5 gün 20 saat. Deməli 5 gün, həftənin 5 günü geridə qaldı. 20 saat da o deməkdir ki, 6-cı günün 20-ci saatındayıq. Dostlar, bizim test toplumumuzda bu tipli suallardan bol saydadır. Əgər test toplusunu almamısınızsa alıb işləyə bilərsiniz. MİQ və sertifikasiya imtahanı hazırlaşan ibtidai sinif müəllimləri kifayət qədər səviyyəli testlər yer alıb test toplumumuzda. Sual 8. İlqar axşam saat 22:45-də yatdı və səhər 6:25-də oyandı. İlqar nə qədər müddət yatdı? 22:45-dən 12-yə qədər olan müddəti 1 düşünək. Yəni 11-ə 15 dəqiqə qalır. 12 tamama qədər 1 saat 15 dəqiqədir oradan. Yəni şifahi düşünə bilərik. Növbəti gündən də 6 saat 25 dəqiqə. Bunları düşünsək, 10, 1 yadda, 3, 1 də yadda 4, burada da oldu 7. Yəni 7 saat 40 dəqiqə düzgün cavab B variantına uyğun gələcək. Sual 9. Avtobus bazar ertəsi saat 20:00-da yola düşdü. Cümə axşamı səhər saat 10:00-da mənzil başına çatdı. Avtobus neçə saat yolda oldu? Bazar ertəsi, yəni birinci gün yola düşür avtobus. Birinci gün axşam 8-də yola düşübsə, birinci gün neçə saat yolda olub? 4 saat, yəni 12-yə qədər. İkinci gün tam yoldadır. Yəni 24 saat edəcək. Üçüncü gün tamamilə yoldadır. Cümə axşamı nədir? Cümə axşamı 4-cü gündür də. Yəni gün olaraq mən yazıram. 4-cü gündə saat 10-da çatıbsa 10 saatda 4-cü gündən gedib. Bunları toplamaq lazımdır. 24 ilə 24 48 edəcək. Sonra 48 üstə gəl 10, üstə gəl 4. 62 saat edəcək toplam. Yəni ümumi olaraq avtobus 62 saat yolda olub. Fərqli də yanaşa bilərsiniz. Amma bu formada da yanaşıb tapmaq olar. Növbəti sual 10-a baxırıq. Saatın dəqiqə əqrəbi 10 dəqiqə ərzində neçə dərəcə bucaq qədər dönür? Dəqiqə əqrəbi dostlar, hər dəqiqədə 6 dərəcə dönür. 10 dəqiqə ərzində 10-u vuracam. 6 edəcək 60 dərəcə. Saniyə əqrəbi hər saniyədə 6 dərəcə dönür. Saat əqrəbi də hər saatda 30 dərəcə dönür. Bunu biz dərs izahlarında qeyd edirik. Mütləq sürətdə bucaq dəyişimini də bilmək lazımdır. Həndəsədə bucaq bölməsinə də keçirik bunu, amma zaman vahidlərində də bunu bilmək, zaman məsələlərində daha doğrusu vacibdir. Sual 11-ə qədəm qoyduq. Məktəbdə işləyən Elza müəllim
Səhər saat 7:40-da evdən çıxıb işə getdi və işini bitirdikdən sonra eyni sürətlə hərəkət edərək 16:00-da evdə oldu. Məktəb ilə ev arasındakı məsafə 25 dəqiqə olarsa, Elza müəllim nə qədər zaman məktəbdə olmuşdur? Deməli 16:00-dan əvvəlcə çıxmaq lazımdır 7:40-ı. Yəni evdən çıxdığı və evə çatdığı müddət arasındakı zamanı tapaq. 16-dan birini götürürəm, olur 15. Yəni 1 saatı da dəqiqəyə çevirəcəm, olacaq 60. 60-dan 40 çıxanda 20 qalır. Sonra 15-dən də 7 çıxanda qalacaq 8. Yəni Elza müəllim 8 saat 20 dəqiqədir ki, evdə deyil. Amma nəzərə alın ki, məktəb ilə ev arasındakı məsafə nə qədərdir? 25 dəqiqədir. Axı gedib və qayıtmaq var burada. Toplam 50 dəqiqə edəcək. Yəni 8:20-dən də 50-ni çıxmaq lazımdır. 50 dəqiqəni. Bunu da çıxsaq, deməli 20-dən 50 çıxa bilmərəm. Bunu 7 edəcəm. 60 dəqiqəni aparıb 20-nin üzərinə qoyacam. Olacaq 80. 80-dən 50 çıxanda 30 qalacaq. Burada da 7 qaldı. Yəni Elza müəllim 7 saat 30 dəqiqə məktəbdə olubdur. 7 saat 30 dəqiqə üzərinə də həmin 50-ni gələndə 8 saat deməli 40 dəqiqəni alırıq bu formada. Burada 8 saat idi də, doğrumu? Bəli, 8 saat 20 dəqiqə idi. 8:20 üstə 50-ni gəlsəm, daha doğrusu 50-ni sıxsam, bəli 7:30 alıram, doğrudur. Növbəti 12-ci suala baxırıq. Deməli, biraz bunu kiçildə bilərəm. Aha. Evdən dayanacağa qədər məsafə, E variantı da 56 dəqiqədir dostlar. Buradan görürsüz. Evdən dayanacağa qədər məsafə 0,2 saatdır. İndi burada onluq kəsirləri bir çevirməyə bacarmalıyıq. Evdən dayanacağa qədər. Yəni bax bu məsafə dəqiqə olaraq ifadə etsək, 0,2 saat nə deməkdir? Yəni 10-da 2 saat. 10-da 2 saatı dəqiqəyə çevirəndə 60-a vurmaq lazımdır. 60-ın 10-da 2 hissəsi, 60-ı 10-a bölürsünüz, 6, 2-yə vurursunuz 12 dəqiqə. Yəni buradan bura məsafə 12 dəqiqədir. Bunu yazdıq. Sonra dayanacaqdan universitetə qədər buranı tapacağam. Deyir dayanacaqdan universitetə qədər məsafə isə bundan 0,3 saat çoxdur. Demir 0,3 saat. Deyir bundan, yəni 12 dəqiqədən 0,3 saat çoxdur. 0,3 saat nədir? 60-ın 10-da 3 hissəsi. Burada onluq kəsinə verib mən adi kəsinə yazıram. 60-ı 10-a böldüm. 6 3-ə vurdum 18. Yəni 18 dəqiqə daha çoxdur. 12-nin üstə 18 gələndə edir 30 dəqiqə. Deməli, dayanacaqdan da universitetə getmək üçün 30 dəqiqə zaman lazımdır. Ev ilə universitet arasındakı məsafə neçə dəqiqəlikdir? Evdən universitetə qədər 12 bura, 30 da bura. Toplam 42 dəqiqə edəcək. Yəni düzgün cavabımız görürsünüz ekranlardan C variantına uyğun gəlir. Yəni toplam 42 dəqiqədir. Növbəti 13-cü suala baxırıq. Dərzi qəbul etdiyi kostyum sifarişlərini tamamlamaq üçün 3 gün işlədi və cəmi 16 saat zaman sərf etdi. O, birinci və ikinci gün birlikdə 9 saat 50 dəqiqə, birinci və üçüncü gün birlikdə 10 saat 30 dəqiqə işlədi. Dərzi ikinci və üçüncü gün birlikdə nə qədər işlədi? Burada da zaman vahidlərin toplanılması və çıxılması ilə bağlı olan proseslər həyata keçirəcəyik. Deməli, birinci gün üstə gələk ikinci gün 1-2 kimi yazıram. Bərabərdir 9 saat 50 dəqiqəyə. Eyni zamanda biz axı yuxarıda verir birinci, üstə gəl ikinci, üstə gəl üçüncü. Bunlar 1-2 deyil, ay diqqətli olun. Birinci, ikinci gün mənasında yazmışım. Hamısı birlikdə 16 saatdır. Dostlar, üçünün birlikdə olan 16 saatından birinci və ikinci günə sərf olunan müddəti çıxaraq üçüncü gün ala bilərəm? Bəli, ala bilərəm. Onda belə bir şey yazıram ki, 16 saatı 15 saat 60 dəqiqə kimi göstərirəm. Bundan çıxacağam birinci və ikinci günün cəmini. Yəni 9 saat 50 dəqiqəni. Burada qalacaq 10. 15-dən də 9 çıxanda 6 qalır. Yəni üçüncü gün kənardan yazaq. Üçüncü gün bərabərdir 6 saat 10 dəqiqəyə. Sonra buranı təmizləyək. Eyni zamanda bizə qeyd edir ki, birinci və üçüncü gün birlikdə 10 saat 30 dəqiqə işlədi. Birinci və üçüncü günün cəmini, yəni 10 saat 30 dəqiqəni üçünün cəmindən çıxsam, ikinci gün yerdə qalacaq.
60-dan 30 çıxanda 30, 15-dən 10 çıxanda 5. 5 saat 30 dəqiqə. Buraya yazıram 5:30. 2 ilə 3 tapıldı mı artıq? Tapıldı. İndi bunu cəmləsəm, 6-nın üstə 5 gələndə 11 saat edəcək. 10 ilə də 30-u toplasam 40 dəqiqə. Yəni 11 saat 40 dəqiqə düzgün cavabımız olacaq. Sual 14. Saat 16:00 olduqda saat əqrəbi ilə dəqiqə əqrəbi arasındakı bucaq neçə dərəcə olar? Deməli dostlar, burada yenə də belə bir saat şəkli düşünək. 16:00 nədir? Yəni 4 tamamdır da, bax. Bura, bu da belə. Saatda 12 dənə əqrəb var. Məsələn, 3 tamamda 15:00 olanda və yaxud 90 dərəcə olur. 360-ı 12-yə böləndə alırıq 30 dərəcə. Yəni hər saatda saatın bucağı, yəni saat əqrəbinin dönmə bucağı 30 dərəcədir. Məsələn, saat 13:00 olanda 30 dərəcə dönür. 14-də 60, 15-də 90 olur. 16-da nə olacaq? 120 dərəcə olacaq. Aydındır? Yəni 4 tamam olanda 120 dərəcəyə bərabər olur. Sual 15. Biraz ekranı böyüdə bilərik. Aha, daha yaxşı formada görəsiniz. Hər gün 1,4 saat idman edən Rauf 4 gün ərzində toplam neçə dəqiqə idman edər? 4-ü 1,4-ə vura bilərsiniz və yaxud 1,4 saat nə deməkdir? 1 saatımız elə 1 saatdır bilirik. Üstə gələk. 0,4 saat nə deməkdir? Yəni 60-ın 4 hissəsi. Bax, dəqiqə olaraq çevirsək, 60-ı 10-a bölürəm. 6, 4-ə vururam 24 dəqiqə. Aydındır. 1 saatımız 60 dəqiqədir. Bunu silib yerinə 60 yaza bilərəm. 60 dəqiqə. 60 ilə 24-ü toplasam olacaq 84 dəqiqə. Hər gün 84 dəqiqə Rauf idman edir. Bəs 4 gündə nə qədər edir? 84-ü vuracam 4-ə. 84 vurulsun 4 edir 336 dəqiqə. Düzgün cavab C variantına uyğun gəlir. İstəsəniz 1,4-ü 4-ə vurardınız. Edəcəkdi 5,6 saat. 5,6-nı da 60-a vurub 336-nı belə də ala bilərdiniz. Fərqi yoxdur. Yəni onluq kəsrlə işləməyi ixtiyari halda yaxşı bilməyimiz lazımdır. Sual 16. İşə saat 8:30-da çatmağı planlaşdıran Arif saat 8:12-də yolun yarısını getmişdi. O eyni sürətlə davam edərək işə planlaşdırdığı vaxtdan 4 dəqiqə tez çatdı. Arif bütün yola neçə dəqiqə zaman sərf etdi? Deməli, bura ev olsun. Yolun yarısından söhbət gedirsə, bura yarısı olsun, burada iş olsun. İ hərfi ilə işarələyirəm. İndi bizə nələr verir? Bizə verir ki, Arif 8:12-də yolun yarısında olub. Bura yazdım. Eyni zamanda bizə qeyd edir ki, 8:30-da çatmağı planlaşdırır, amma 4 dəqiqə tez çatır. 8:30-dan 4 dəqiqə tezdirsə, deməli neçə olacaq? 8:26-da çatdı. Buradan bura nə qədər vaxt sərf edib? 8:12-dən 8:26-ya qədər 26 çıx 12, 14 dəqiqə edəcək. Buradan bura 14 dəqiqə. Axı deyir eyni sürətlə gedib. Onda burada 14 dəqiqədir. 14 14 28 dəqiqə toplam zaman sərf edib. Sual 17. Bu da eyni növ sualdır. Sadəcə biraz nisbi dəyişilmiş versiyasıdır. Aha, belə yaxşıdır. Burada nə qeyd edir? Deyir ki, məktəbə saat 8:00-da çatmağı planlaşdıran İlham müəllim saat 7:42-də yolun 5-3 hissəsini getmişdi. O eyni sürətlə davam edərək məktəbə planlaşdırdığı vaxtdan 2 dəqiqə gec çatdı. İlham müəllim evdən saat neçədə çıxmışdır? Bura olsun İlham müəllimin evi. 1, 2, 3, 4. Yolu 5 dənə hissəyə böldüm. Bu da olsun məktəb. İndi yolun 5-də 3 hissəsini, yəni 1, 2, 3. Bax, burada nə zaman olub İlham müəllim? Yolun 3-cü hissəsində, burada. 7:42-də. Bura yazıram 7:42. 8 tamamda çatmağı planlaşdır, amma 2 dəqiqə gecikir. Yəni neçədə olacaq? Deməli 8:02-də çatacaq ora. 9-2 dəqiqə işləmiş. İndi 7:42-dən 8:02-yə qədər nə qədər vaxt var? 20 dəqiqə. Deməli buradan bura 20 dəqiqəyə gedib.
2 dənə hissə 20 dəqiqədirsə, deməli bura 10 dəqiqə arada məsafə var. Bura 10 dəqiqə, bura 10 dəqiqə. Burada 10-dur, burada 10-dur, burada 10-dur. Nə vaxt evdən çıxıb? 7:42 bura olacaq 7:32. Bura olacaq 7:22. Burada olacaq 7:12. Yəni İlhami müəllim evdən 7:12-də çıxıb. Yəni birbaşa təbii ki, belə də düşünə bilərdiniz ki, bura 7:42-dirsə 3 dənə 10. 30 dəqiqəni çıxıb 7:12-ni birbaşa da ala bilər. Hər dəfə belə bir-bir yazmağa ehtiyac yoxdur. Belə, bu əvvəlki sualın biraz çətinləşdirilmiş versiyası idi. Ümid edirəm, çox çətin gəlmədi sizə. Növbəti 18-ci suala baxırıq. İstanbulda saat 14:00 olduqda Bakıda 15:00 olur. İstanbul-Bakı reysi ilə uçan İsrafil İstanbul vaxtı ilə saat 8:45-də yola çıxdı. Uçuş müddəti 2 saat 50 dəqiqə olarsa, təyyarə Bakı vaxtı ilə saat neçədə Bakıya indi? Deməli, belə çıxır ki, Bakı İstanbuldan 1 saat qabağadır. İndi İstanbul vaxtı ilə 8:45-də çıxırsa, onda Bakıda neçə olur həmin vaxt? 9:45 olacaq. Doğrumu? Yəni bizdə 1 saat onlardan daha qabağadır. Bu formada yazdıq. Əlavə olaraq 2 saat 50 dəqiqə də uçuş müddəti var. Üzərinə də 2:50-ni gəlmək lazımdır. Toplasaq 45-in üzərinə 50-ni gəlindir 95. Təbii ki, bunu dəyişəcəyik. 9-un üstə dik gələndə oldu 11. 95 dəqiqə deyilən bir anlayış yoxdur. Yəni biz bunu 60 dəqiqəsini götürəcəyik. Saat olaraq çevirəcəm. 95-dən 60 çıxanda qalır 35. 1 saat da qabağa atsam olacaq 12. Yəni Bakı vaxtı ilə saat 12:35-də təyyarə Bakıda olacaq. Düzgün cavab D variantı olur. Bu 18-ci sual idi. Davam edək. Növbəti 19-cu suala baxırıq. Bir işçi boş ambara 3 saata 60 kisə gətirir, digər işçi isə 5 saata 45 kisə aparır. Dostlar, bunu 1 saata gətirsə elə əvvəldən. Yəni birinci işçi 3 saata 60 kisə gətirirsə, 63-ə bölürəm, bu 20 kisə gətirir. Digəri 5 saata 45-dirsə, 45-i 5-ə bölərəm, 9 kisə də bu aparır. 20-dən 9 çıxıram, deməli hər saatda ambarda 11 dənə kisə qalır. Onlar səhər saat 7-də işə başlayıb gün ərzində eyni zaman müddətli 2 yemək fasiləsi edərək saat 18:30-da işi bitirdilər. Günün sonunda ambarda 110 ədəd kisə qalıbsa, bir fasilənin müddətini tapın. Hər saatda 11 kisə qalırdı. Bəs 110 kisənin qalması üçün neçə saat zamana ehtiyac var? 110-u 11-ə bölürəm. 110 bölünsün 11, yəni 0-ı zaten orada nəzərə alsaq 11, 11, 10 saat edəcək. Yəni nə deməkdir? Bunlar 10 saat işləyiblər. Bax, bura yazıram. 10 saat işləmək lazımdır ki, bu proses baş versin. Yəni 110 dənə kisə ambarda qalsın. İndi başqa nə var idi burada? Bizə verirdi ki, 18:30-da bunlar işi bitirdilər. 7 tamamda da başlamışdılar. 7 tamam, yəni 7, okey, sıfırlarını da yazaq, eybi yox. Bura oldu 30 dəqiqə, 18-dən də 7 çıxanda qaldı 11. Yəni bunlar 11 saat 30 dəqiqə ambarda olublar. Amma işi tamamlamaq üçün bunların 10 saat zamana ehtiyacı var idi. Deməli 11 saat 30 dəqiqədən çıxacam 10 saatı. Burada nə qalır? 1 saat 30 dəqiqə. 1 saat 30 dəqiqəmizdə 90 dəqiqə edəcək. Deməli bunlar 90 dəqiqə fasilə ediblər. Cavab 90 deyil də təbii ki. Niyə? Çünki 2 dənə eyni zaman müddəti fasilə etmişdilər. Toplam 90 dəqiqə fasiləyə ayrılıbsa 92-yə bölünən düşür, 45 dəqiqə düşəcək. Düzgün cavabımız D variantına uyğun gəlir. Dostlar, bura qədər videoya baxmısınız, lakin hələ də bəyənməmisinizsə zəhmət olmasa videonu bəyənirik. İnşallah bu sualdan sonra da paylaşarsınız. Yəni qaranlıq qalan suallarda təkrar-təkrar baxmaq lazımdır. Çünki bu tiplər əvvəllər istifadə olunmuş tiplərdir. Yenə də qarşınıza çıxa bilər imtahanlarda. Məktəbdə təşkil edilən valideyn iclası saat 12:00-da başladı. İclasda direktor, 2 müavini, 4 müəllim və 10 valideyn iştirak etdi. Direktor 10 dəqiqə, müavinlərin hər biri 8 dəqiqə, müəllimlərin hər biri 5 dəqiqə, valideynlərin hər biri 3 dəqiqə çıxış etdi. Bütün çıxışlar arasında 1 dəqiqə fasilə oldu. İclas saat neçədə bitdi? Deməli, 12 tamamda başlayıb. Bunu bilirik. Direktor bir nəfərdir. 1 vurulsun 8. Daha doğrusu 10. 10 dəqiqə çıxış edib də. Üstə gələk. 2 müavin var.
2 müavin hər biri 8 dəqiqə. Üstəgəl 4 müəllim var, hər biri 5 dəqiqə. Üstəgəl 10 valideyn var, hər biri 3 dəqiqə çıxış edib. Hələ gəlin çıxışların müddətini tapaq. Deməli 10 üstəgəl 2 8-im 16, üstəgəl 5 4-üm 20, üstəgəl 30. Toplam 76 dəqiqə gedər bu çıxışlar. 76 dəqiqəmiz, yəni 1 saat 16 dəqiqədir. İndi bura yazım. 1:16 kimi. Yəni bütün danışıqlar 1:16-dır. Amma burada əlavə bir şey də var. Bütün çıxışlar arasında 1 dəqiqə fasilə olur. Ha dostlar, bax bu çaşdırıcı məqamdır. Burada neçə nəfər var? 1 direktor, üstəgəl 2 müavin, üstəgəl 4 müəllim, üstəgəl 10 valideyn. 3, 4, 17 nəfər var. Yəni hamısını toplasam. 17 nəfər varsa 17 dəqiqə fasilə olmayıb 1 dəqiqədən. 16 dəqiqə fasilə olub. Bilirsiniz niyə? Yəni bu ağac aralıq kimidir. Ağac aralıq məsələlərini bilirsiniz. Direktor danışır. Nə bilim, sonra kimsə danışır, sonra kimsə danışır. Məsələn, baxın 3 nəfər danışsa 2 dənə 1 dəqiqəlik fasilə olur. 4 nəfər danışsa 3 dəqiqə fasilə olur. Aydındır? Yəni axırıncı valideyn çıxışını qurtarır, ondan sonra hamı çıxıb gedir. Ondan sonra 1 dəqiqə fasiləyə ehtiyac yoxdur. Yəni 1 dəqiqə, üzr istəyirəm, 1 saat 16 dəqiqənin üzərinə biz 16 dəqiqəni gəlməliyik. Yəni 17 nəfərdirsə 16 dəqiqə fasilə var burada. Aydındır? Bax, bu nüansa diqqət yetirməliyik. Bu da deyəcək 1 saat 32 dəqiqə. Deməli, iclas toplam 1 saat 32 dəqiqə davam edir. 12 tamamda başlamışdı. 1:32-nin üzərinə gəlmək lazımdır. Bu da nə edəcək? 13:32. D variantında görünür. Bəli, düzgün cavabımız 13:32 olacaq. Belə dəyərli izləyicilər, ümid edirəm faydalı bir video oldu. Videomuzu bəyənməyi və paylaşmağı unutmursunuz qeyd etdiyim kimi. Dərslərimizə qoşulmaq üçün 055 239 20 41 WhatsApp nömrəmizə yaza bilərsiniz. Buradan da qeyd edirəm nömrəmizi. Yeni qruplar haqqında məlumat, dərslər necə keçirilir, kitabımız barədə məlumat üçün bu nömrəyə yazaraq detallı məlumatlar əldə edə bilərsiniz. Sağ olun, bir sonraki izahlarda görüşərik. Hələlik.